Bugündən etibarən ilk dəfə Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır. Yeni sərnişin daşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Çox sevindim və mən deyərdim ki, qış fəslində ən əlverişli nəqliyyat vasitəsi qatardır. Təhlükəsiz olduğuna görə qatar seçib. Bakıdan Gəncəyə də gələndə, Gəncədən də Qəbəliyə eşitliyi açılıbdır, çox sevindik. Əvvəllər sözün düzü yol maşınından, öz şəxsi nəqliyyat vasitəmizdən gedirdik və yaxud avtobuslarla gedirdik. Onun da öz çətinlikləri var idi. Ancaq bu günləri şükür Allah, yəni yaradıblar. Təşəkkür edirik hər kəsə. Hamı faydalansın, hamı istifadə eləsin, getsin, gəlsin, görsünlər. Bu günləri birinci açılan reysdir. Mən də bundan istifadə edirəm. Bu da turizmin inkişafına çox böyük təkan olacaqdır. Hərəkət cədvəli 1 saat 50 dəqiqə təşkil edən Gəncə-Qəbələ-Gəncə reysi hər gün saat 10-dan Gəncədən Qəbəliyə, əks istiqamətdən isə daha dəqiq desək, Qəbələdən Gəncə isə saat 18:00-da hərəkətə başlayır. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4 manat 30 qəpik, Ləki-Qəbələ istiqamətində isə 1 manat 70 qəpik təşkil edir. Belə qərara gəldik, təqaüddə olan yoldaşlar hamımız Gəncə-Qəbələ bilet alaq, qatara ilk sərnişin kimi gedək, turizmin inkişafı məqsədi ilə gedək bir Qəbələ şəhərində gəzək. Axşam saat 6-da da qayıdır, axşam 6-da da qayıdırıq. Biletlər də münasib qiymətədir. Dedik biz gedək ilk sərnişin kimi gəzək. Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki, Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.